رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Yaxşı, gəl indi nümunələr gətirək. Bir-iki dənə nümunə gətirək bizdən əvvəlkilərdən. Baxaq görə onlar necə həris idilər, bax Allahın dini yaymaqda. İnsanların hidayət olunmağına səbəb olmaqda çox həris idilər. Təbii ki, onların başında kimlər durur? Peyğəmbərlər və rəsullar. Onlar qədər heç kəs insanların hidayətinə həris ola bilməz. Onların həyatda olsan görərsən ki, dəhşətli bir dərəcədə fədakarlıq ediblər. Hər bir şeylərindən keçiblər, vaxtından keçib, malından keçib, canından keçib ki, insanlar hidayət olunsunlar. Təbii ki, onların başında da Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm durur. Buna görə Allah Taala necə vəsf edib Allah Rəsulunu sallallahu aleyhi və səlləmi, gör necə vəsf edib. Allah Taala buyurur ki, لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ. Sizin içinizdən bir rəsul gəldi. Onların içindən çıxıb. Azizun aleyhi mə anittum. Çətinliyə düşməyiniz ona ağır gəlir. Ərisun aleykum bil mu'minina raufur rahim. Sizə qarşı həristir, möminlərə qarşı da rəhimli və mərhəmətlidir. Həristir nəyə? Sizin xeyrə nail olmağınıza həristir. Və çalışır ki, siz xeyr əldə edəsiniz. Bu hərislik budur. Görürsən, Allah necə vəsf etdi onu? Ərisun aleykum. Sizə qarşı həristir. Həristir ki, xeyri əldə edəsiniz. Allahın rəhmətindən qovuşasınız, Allah sizi bağışlasın, günahlardan uzaq düşəsiniz. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm elə bir salih əməl yoxdur ki, onu bizə yönəltməsin. Elə bir günah yoxdur ki, ondan bizi çəkindirməsin vallahi. Və haqqı ilə də Allahın dinini dəvət edib. Haqqı ilə cihad edib və haqqı ilə də nəsiyyət edib. Nədir insanlar? Hidayət olunsunlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm görün bir hədis-i şərifdə necə bir misal çəkir, özünü misal çəkir, deyir ki, mənimlə insanların məsəli bir ocaq qalayan kişinin məsəlinə bənzəyər. O ocaq ətrafdakıları işıqlandırdıqda o ocağa tərəf kəpənəklər, həşəratlar gedərlər. Yəni qaranlıq bir yerdir, ocaq qalayır. Onlar da işığa gedir axı. Və o kəpənəklər, o həşəratlar o işığa doğru, o ocağa doğru gedərlər və az qalsın ki, ora düşsünlər. Və bu kişi də onları qovmaz ki, düşməsinlər. Lakin onlar buna güc gəlirlər və o ocağa düşürlər. Mən də sizin ətəyinizdən, yaxanızdan tuturam ki, cəhənnəm oduna düşməyəsiniz. Siz çəkirəm, lakin siz mənə üstün gəlib düşürsünüz. Yəni Allah Rəsulu nə deməkdir? Yəni Allah Rəsulu haqqı çatdırıb, dəvət edib, lakin inkar edənlər oldu, yoxsa yox. Hamısını bacardı oddan qurtarmağa? Yox. Bax, belə bir misal çəkir. Mən də sizin ətəyinizdən tutub dağıtıram ki, ora düşməyəsin, yəni o cəhənnəm oduna. O odu cəhənnəm oduna bənzətdir. Lakin siz mənə üstün gəlirsiniz və o cəhənnəm oduna düşürsünüz. Yəni hamını Allah Rəsulu oddan qurtara bilmədi. Yəni kim dəvətinə icabət etdisə, kim əmrlərinə boyun əydisə, qadağan etdiyi şeylə çəkindisə, o oda düşmədi. Qurtulanlardan oldu. Amma kim yox, inatkarlıq göstərdisə, hava və istəklərin tabi olsun, yox, mən gedəm, çəkil, girdisə, artıq baxdı, həlak oldu. Mesela hamını qurtara bilmədi. Lakin çox hərisdir, görürsən, mən dartıram sizsə, elə oda doğru gedirsiniz və mənə üstün gəlib oda düşürsünüz. Bəli, elə insanlar oldu ki, dəvəti icabət etmədi və qiyamətə qədər də olacaq. Cəhənnəm orada düşüb, orada həlak olacaqdır. Lakin kim qəbul etsə, əlhəmdə qurtuldu, nicat yolunu tapdı. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm insanların hidayətinə həris olmağa bax misallardan İmam Əhmədin Müsnədində keçir. Rəbiə Deyli deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi Zilməcəz bazarında insanları dəvət edən gördüm. Deyərdi ki, ya yuhannəs, ey insanlar, qulu la ilahə illallah tuflihu. La ilahə illallah söyləyin, nicat tapın. Gördüm ki, bazarda, girib bazara bax, insanlara bunu söyləyir. Deyir, bazarda elə bir dükkan olmadı ki, elə bir insan olmadı, yaxınlaşma ona bu söz deməsin. Və deyir, kiminsə də ona inkar eləyən görmədim. Yəni, çıx dükkanımdan, mənə demədi. Deyir ki, kimə deyirsə, deyir, sakit dururlar, lakin deyir, bir nəfərdən başqa. Deyir, biri düşmüşdür dalıca. Allah Rəsulü deyir ki, ey insanlar, la ilahə illallah söyləyin, qurtulasınız deyə, lakin arxadan bir nəfər gəlir və bir nəfər deyərdi ki, o deyir, dədə babalarınızın dinindən dönən birisidir, yalancıdır.
Ona qulaq asmayın. Deyir Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, belə deyir. Arxadakı da deyir, təkzib edir. Deyir, yox. Ona qulaq asmayın. O dədə babasının dinindən dönüb. O yalancıdır. Və mən soruşdum ki, o insanlardan, ətrafdakı insanlardan, bu kişi kimdir? Deyir, bu Muhammed ibn Abdullahdır. Deyir, Peyğəmbərlik deyilir. Deyir ki, mən Allahın Rəsuluyam, Peyğəmbərəm. Dedim, bəs arxada gələn kimdir? Və deyir, orada keçəcək hədislər. Deyir, üzü eybəcər, gözü çəp. Yəni, eybəcər, çəpgöz biri olur. Deyir, arxadan deyir ki, ona qulaq asmayın. O yalancıdır, o dədə babalarımızın dinindən dönür. Dedim, bəs o arxada gələn kimdir? Deyir ki, o da Əbu Ləhəbdir, əmisidir. Subhanallah. Amma buna baxmayaraq Allah Rəsulü sözünü davam edir. Görürsən, o arxadan təkzib edir. Allah Rəsulü nə deyir? Yox, nə desə də əmim olsa, kim olursa olsun, öz sözünə davam edir. Nə qədər belə olur, Allah Rəsulü dəvət edir, görsən, incidirlər. Və o misallardan biri, Allah Rəsulü bir gün Taifə gedir, bilirsən. Gedir Taifdə insanları Allahın dininə dəvət edir. Taif cəmaatı Peyğəmbər sallallahu aleyhi ve sellem qovurlar. Daşqaraq edirlər. Allah Rəsulü kör peşman qalır. Qəm, qüssə, kədərli bir formada oturur bir yerdə. Allah-u Teala Cəbrail əleyhissalamı göndərir. Və Cəbrail əleyhissalam gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem salamlayandan sonra deyir ki, Allah deyir, sənin qövmünün sənə dediyini, səni rədd etdiklərini gördü, eşitdi. Və sənin üçün dağlar mələyini göndərdi. Əgər istəyirsənsə, əmr elə. O dağlar mələyi də gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem'i salamladıqdan sonra deyirlər ki, biz sənin üçün gəlmişik. Nə istəyirsən denən? İstəyirsən, əmr elə, biz bu iki dağı, o Taif şəhəri, Məkkə şəhəri, yəni yaxında, bir-birinin yaxındır. İki dağın arasına yerləşir. Bu iki dağ onların başına çevirək. Nə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem? Deyir, yox, deyir, mən ümid edirəm ki, onların bellərindən yalnız Allaha ibadət edib, ona şərik qoşmayan bir nəsil gələr. Bu hərislidir, yoxsa yox. Bəlkə başqa bir insan olsa, məsələn, intiqam almaq istəyərdi. Deyər ki, madəm siz məni daşqaraq elədiniz, məni qovdunuz, deyək ki, sıradan bir insan olsaydı kimsə. Deyərdik siz ki, mənə belə elədiniz, məni qovdunuz, indi mən də sizə inşallah göstərəcəm. Amma Allah Rəsulü, görsən, hərəsidir ki, onlar hidayət olunsunlar. Çünki bilirdi ki, o dağ, daş onların başına düşsə, həlak olacaqlar, kafir kimi öləcəklər. Lakin onu istəmirdi. Onların hidayət olunmağını istəyirdi. Şirkin bataqlığından çıxıb salamat qalmaqlarını istəyirdi ki, yox deyir. Ola bilər ki, onların, mən ümid edirəm ki, onların bellərindən Allaha ibadət edən, yalnız Allaha ibadət edən bir nəsil gəlir. Doğrudan deyil, gördün, Ərəb yarımadası islah olundu. Sonradan elə Allah Rəsulü zamanında belə o bölgələr hamısı İslamı qəbul elədi. Günümüzə qədər də elədi, şükür Allah. Həmçinin başqa bir misal Peyğəmbər sallallahu aleyhi ve sellem fədakarlığı, insanların hidayət olmağını, həris olmağından. Deyir, Tufeyl ibn Amr Əd-Davsi gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Tufeyl ibn Amr Əd-Davsi, Davs qəbiləsinin belə deyək, ağsaqqalı olur. Əbu Hüreyrə o qəbilədəndir. Gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yanına, deyir ki, ey Allahın Rəsulü, deyir, Davs qəbiləsi asilik elədi. Qəbul etmədilər, yəni sənin dəvətini qəbul etmədilər, asi oldular. Onların əleyhinə dua elə. Ey Allahın Rəsulü, qəbul eləmirlər, inkar elədilər, rədd elədilər səni. Ətrafda olan insanlar deyilər ki, Davs həlak oldu. Yəni, bu sasa dua eləyəcək əleyhinə. Həlak olacaqlar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem belə dedi. Allahümmə hdi Davsən və ati bihim. Allahım Davs qəbiləsə hidayət və onları bura gətir. Bir rivayətdə gəlir ki, 3 dəfə dedi bunu. Allahım Davs qəbiləsə hidayət ver, onları mənim yanıma gətir. Allahım onlara hidayət ver, yanıma gətir. Allahım onlara hidayət ver, yanıma gətir. Sondan olur. Sonra da doğrudan da hidayət olunub, gəlib Peyğəmbər sallallahu aleyhi ve sellem qovuşulur. Ona qoşulur. Görürsən, həris idi, yoxsa yox. Bizdə bəzən necədir, kimisə dəvət edik, qəbul edik ki, özü bilər, getsin. Başı belə-belə olsun. Bu qədər söz dedim, qanmadı. Hələ elədiyi hərəkətə bax. Asi eləyir, nə bilim, üz döndərir, filan şeylər. Amma Allah Rəsul səbirli idi, son ana qədər gözləyirdi. Və xeyr istəyirdi ki, həris idi ki, onlar hidayət olunsunlar. Və beləcə gözəl dua elədi və Allah da duasını qəbul etdi və Davs qəbiləsi hidayət olundu. Və bu əsərlər, bu rivayətlər sənə motivasiya verir ki, sən də həris olasan. Usanmayasan. Lakin hər bir halda harasa getdin, imkansa dəvət elə, örgət. Xeyri örgət. Dua etməyi unutma.
Bax, dəvətdə dua etməyi unutmaq olmaz. İnsanları dəvət edən həmisi ardınca dua elə. Kiməsə nəsihət elədin, nəsə xeyir öyrətdin, ondan ayrılandan sonra qardaş onun üçün dua elə. Bu da xeyir bərəkətdir və sünnədə də gəlib belə şey. O cavan oğlanın zina etməyə cavan oğlanın qissəsini bilirsən. Gəlir Allah Rəsulun yanına, deyə Allah Rəsul, mən zina eləmək istəyirəm. Cavandır da, indi evlənə bilmir. Sahabələr əsəbləşir, sən nə danışırsan, sən bu nə sual da verirsən Allah Rəsul, bu nədir istəyirsən, baxma. Biraz əsəbləşirlər. Allah Rəsul 2 kişinin olmasın, deyir gəl yanıma, 30 durur yanında. Deyir istəyirsən mi kimsə sənin ananla, bacınla, xalanla, bibinlə, belə sairdə məhrəmlərə zina eləsin, deyir yox istəmirəm. Deyir insanlar da özləri üçün bunu istəmir. Heç kəs istəməz ki, kimsə onun anası ilə zina eləsin. Onun xalası ilə, bibisi ilə, bacısı ilə zina, heç kəs bunu istəməz. İnsanlar deyir bunu özləri üçün istəmirlər. Və ona başa salır ki, bu doğru deyil və beləcə qane olur, başa düşür səhvini. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem onun üçün dua edir. Nəsihət elədi, başa saldı, sonra dua edir. Deyir, Allahım onun qəlbini təmizlə, onun günahını bağışla və onun övrət yerini qoru, yəni zinaya düşməsin. Buradan alimlər fayda götürürlər ki, insanlara xeyir öyrədəndə dua da elə onun üçün. Bu da sünnədir, bu da xeyir bərəkətdir. Dua elə bəlkə hidayət olunar, bəlkə haqqı qəbul edər, biz əməldən çəkinər. Yəni, təkcə nəsihətlə kifayətlənmə, ardınca dua etməyi də unutma. Həmçinin yenə Peyğəmbər sallallahu əleyhi və səlləm həyatından məscidə bövl edən ərəbin qissəsini bilirsən, bədəvi ərəbin. Gəlir məscidə bövl eləmək istəyir. Yəni, kiçik ayaq yoluna gedilmək. Bunu görən sahabələr qalxırlar, ayağın sən nə edirsən, üstünə cummaq istəyəndə Allah Resulü sallallahu aleyhi və səlləm deyir, işinizdə olmasın, qoy eləsin. Qoy eləsin, o işini orada görür. Sonra əmr edir ki, qabda su gətirin, o yeri yuyun. Bu niyə deyir qoy eləsin? Deyirsən, mümkün əməlidir, niyə icazə verir? Yəni, bir var bir yerə bulasın, bir də bu adam başlayıb. Sən bunu qovsan, həyəcanlanıb, hər yeri bulayacaq, üstünü bulayacaq, sağ sol hər tərəfi bulayacaq, qaçır axıdır, səndən qaçır. İşini görə qaçır. Hər yeri bulayacaq, üst başın nəcasət olacaq. Bu daha çox münkərdir. Ona görə ki, münkərdən hansı yüngüldür, onu seçirsən də. Bir işiniz olmaz, bir yeri bulayacaq, oran sonra yumaq rahatdır da. Əmr edir ki, oraya bir qap su gətirib, oraya töküb yosununu əmizləsinlər, sonra onu çağırır, deyir, bura gəl. Bax, sahabələr qəzəmdilər, üstdən getirir. Lakin Allah Resulü nə dedi? Dedi, bura gəl. Dedi, bu məscid, Allah Taala'nın bu məscidləri, bu şeylər üçün deyil. Bu şeylər üçün tikilməyib. Bu məscidlər Allah zikr eləmək, namaz qılmaq, Quran oxumaq üçündür. Başa sal ki, belə şey eləmək olmaz. Bu ibadət ocağıdır. Allahın evlərində bu işləri görməzlər. Quran oxur, zikr, namaz qılmaq, başa salır, başa düşür. Sonra deyir ki, Allahım deyir, mənlə Muhammədi bağışla, bunları bağışlama. Onlar buna qarşı şiddətli olur axı. Görürsən, rəhimli, mərhəmətli olanda Allahın bəndəni. Bax, bu da elə motivasiyadır. Deyir, dərsdə qabaqda səbəblərdən həris olmaq üçün. Rəhimli, mərhəmətli olmaq. Həmsə Allahın rəhmətinə sən də qovuşursan. Kiməsə hidayetinə səbəb olsa, Allah da sənə rəhm edəcəkdir. Beləcə görsən, Allah Rasulü rəhimli, mərhəmətli idi. Həris idi ki, hidayət olsa, o da qovsa, o da 2 dənə ağır sözlə nə olacaqdı? Küsüb edəcəkdi. Gedib qoşulacaq müşkələ, düzdür, Zələ Məhəmməd belə adamdır. Ki, insanlar yanından qovur, şiddət göstərir, özündən olmayanlara qarşı belədir. Amma elə eləmir Allah Rasulü. Rəhimli, mərhəmətlidir, dedi. Görür ki, səhv edir də, bədəvi ərəbdir, başa düşmür, öyrətmək lazımdır. Həmçinin misallardan, qardaşlar, Nuh aleyhissalam neçə il Allahın dinə dəvət edir, qardaşlar? 950 il. Az deyil də, hə? 950 il Allahın yoluna dəvət edir. Heç dəvətdən usanan gördün onu? Yox. Son ana qədər dəvət edirdi. Allah da əmr eləyən sonra gəmini tik, ondan sonra olan oldu. Gör nədir Allah onu vəsf edir kitabında, Nuh surəsində. Allah Teala buyurur onun adından. Deyir ki, Rabbi inni da'autu qavmi leylən və nəhara. Ey Rəbbim, mən qövmümü gecə-gündüz dəvət elədim. Gecə-gündüz, hər istə, gecə-gündüz dedim və yenə hər gün. Səhərdən axşama kimişim Allahın yoluna dəvət eləməkdir. Fələm yeziduhum duai illə firara. Mən deyir, dəvət etdiysə, bunlar məndən uzaqlaşdılar. Və inni kulləmə da'autuhum litəğfirə ləhum cə'alu əsabi'ahum fi ədənihim və istəğşəv thiyabahum və əsərru və istəkbəru istikbara. Deyir, mən hər dəfə deyir, sən onları bağışlayasan deyə onları dəvət etdikdə, onlar barmaqlarını, qulaqlarını tıxayardılar. Öz paltarlarına bürünüb, israrlı olub təkəbbürlük göstərərdilər. Yəni, qəbul etmirdilər məndən.
Thumma inni da'awtuhum cihara. Sonra mən onları açıq-aşkar dəvət etməyə başladım. Thumma inni a'lantu lahum və əsrartu lahum israra. Sonra uca səslə və aşağı səslə onları dəvət etməyə başladım. Tək hidayət olunsunlar. Lakin sonunda hidayət olunan oldu. Az bir hissəsi qəbul elədi, çox hissəsi kafir oldular. Burada vəkil şahid nədir? Yəni şahid yeri. Deyir, gecə gündüzdür, mən onları sənin yoluna dəvət elədim. Lakin sən qəbul etmə. Bu onu göstərir ki, Nuh əleyhissalam çox həris idi insanların hidayət olunmasını. Həmçinin əvvəlki qövmlərdən, peyğəmbər olmayanlardan biri Yasin surəsində yəqin oxumusunuz. Orada bir dənə salih bəndənin qissəsi keçir. Allah Taala onların qövmünə 1, 2, 3 dənə elçi göndərir, qəbul eləmirlər. Sonra bu salih insan gəlir, o dəvətçilərin, o peyğəmbərlərin, rəsulların dəvət icabət edib mömin olan bir bəndə, salih bir bəndədir. Allah Taala onun haqqında buyurur ki: "Və cəə min aqsal mədinəti raculun yes'a." Uzaq bir kənddən, şəhərdən bir nəfər tələm-tələsik onlara doğru gəldi. Görürsən, tələsik gəl. Bu nə demək? Deməli nəsə bir şey var, öyrədəcək mühüm bir şey. Onu bilin, öyrənin. Ya bir şəri var, çəkindirəcəm. Yəni tələm-tələsik gəlsən kimsə yanına. Bu o deməkdir. Deyir ki: "Qalə ya qavmi ittabi'ul mursalin." Ey qövmüm, rəsullara tabe olun. İttebi'u men la yes'alukum ecran ve hum muhtedun. Özləri hidayət yolu üzərində olub sizdən heç bir mükafat istəməyənlərə tabe olun. Çünki Allahın yoluna dəvət edənlər heç bir mükafat istəmirlər. Yalnız mükafatlar nədir? Allah qatına savablı əcr, bunu istəyirlər. Yəni siz heç bir pul istəmir, mal dövlət istəmirlər, heç bir mükafat istəmirlər. Sizdən bu mükafatları istəməyib özləri hidayət yolu üzərində olanların yoluna tabe olun. Və mə liyə la a'budu allazi fatarani və ilayhi turca'un. Ona qayıdacağınız və mənim də məni yaradana nəyə görədir mən ibadət eləməyim? Siz ona doğru qayıdacaqsınız və mən də nəyə görə məni yaradanadır ibadət etməyim? Əəttəxizu min dunihi əlihətən in yuridin rəhmanu bidurrin la tuğni anni şəfaatuhum şeyə və la yunqidun. Gələn buyurur ki, məgər Allahdan başqa özümə bir ilah mı seçim? Əgər Rəhməndir mənə bir zərər istəsə, onların şəfaəti mənə heç bir fayda verməyəcəkdir və məni də xilas edən deyirlər. İnni idən ləfi dalalin mubin. Əgər belə olarsa mən bir azğınlığa düşərəm. İnni əməntu bi rabbikum fəsməun. Mən sizin Rəbbinizə iman gətirmişəm, mənə qulaq asın, dinləyin. Yəni görün sənə danışam, xeyli öyrədirəm. Başa salıram ki, o batil ilahları tərk edin, yalnız Allaha ibadət edin. Bu sözləri onlara deyir. Qatədə rahiməhullah deyir ki, müfəssirlərdən bu ayənin təfsirində. Deyir, başlayıb bunu daşqalaq edirlər. Onları dəvət etdikcə. Daşqalaq edirlər. O da deyir ki, Allahum məhdi qavmi fə innəhum la ya'lamun. Allahım qövmümə hidayət ver. Onlar nə etdiklərini bilmirlər. Onlar bunu daşqalaq edirlər. Qovurlar. Hamısı bir yerdə ona doğru hücum ediblər. Lakin onun sözü nə olur? Allahım qövmümə hidayət və onlara nə etdiklərini bilmirlər. Onlar nə etdiklərini bilmirlər. Və deyir, təfsirdə yenə gəlir ki, deyir, onu ayaq altına alırlar, tapdalayırlar. Deyir, o qədər deyir, ona əziyyət verirlər ki, deyir, onun deyir, bağırsaqları arxa nahiyəsindən çıxır. Bununla yanaşı nə deyir? Allahum məhdi qavmi fə innəhum la ya'lamun. Allahım qövmümə hidayət ver, onlar nə etdiklərini bilmirlər. Bu, onların hidayət olunması hərislidir yoxsa yox. Başqası olsa söyərdi, təhqir edərdi, vuruşardı. Ey kafirlər, Allah sizin bəlanızı versin. Yəni əzab çətindir. Yəni o anda döyürlər, ayaq altına alıblar, tapdalayırlar, təpihləyirlər, daşqalaq edirlər. Çətin bir andır, çətin bir məqamdır. O yerdə belə vallahi gör nə deyir? Allahım deyir, qövmüm nə etdiyini bilmir, onlara hidayət ver. Hərislik buna deyilir, bax qardaş. Ona görə dərs əvvəl dedim ki, hərislik təhcə danışdım, getdim. Küçədə gördüm, dedim, necəsən, nə var, nə vaxt başlayasın namaz? Hə, inşallah başla, bax, belə, get. Bu deyil, bu tək hərislikdir, belə olmur. Bax, hərislik, bax, belə olur, misallardan gördüyümüz ki. Dünyasını dəyişəndən sonra Allah da deyir ki, وَقِيلَ دُخُلِ الْجَنَّةِ Ona deyir ki, cənnətə daxil ol. O da nədir? Deyir, يَا لَيْتَ قَوْمِ يَعْلَمُونَ بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ Kaş ki, deyir, qövmüm biləydi Allahın məni bağışlamasını və məni hörmətli qullardan etməsini. Kaş ki, bir qövmüm bunu biləydi. Öləndən sonra cənnətə gedən baba sözlər onlara deyir. Sözü bu olur. Nəyə nail oldu? Allahın rəhmətinə.
məğfirətinə. O cənnəti qazandı. Hörmətli qullardan oldu. Nəyin səbəbi ilə? Bax, dəvətdə həris olmağının səbəbi ilə. İnsanların hidayət olunmağına həris olduğuna görə, səbr etdiyinə görə Allah ta günəcə mükafat verdi. Allah, yəni əzəmətli bir məqamdır, ya çətin bir haldır, düzdür, hər adam onu bacarmır. Amma cənnəti qazanmaq da asan deyil. Onun ki, hər bir sadiq olan dəvətçi dəvətdə həris olmalı, səbirli olmalı, fədakar olmalı, yeri gələn canından da, malından da keçməlidir ki, insanların hidayətinə səbəb olsun. Belə Allahdan istəyirəm ki, Allah Teala bizləri xeyrə əməl edən və xeyrə dəvət edən qullardan eləsin. Allah Teala bu işdə bizi əzimkar, bu işdə bizi fədakar və bu işdə bizi səbirli qullardan eləsin. Və Əsr surəsində də qeyd olunduğu kimi Allah Teala and içir Əsr surəsinə. Nədir? Əsr vaxtı and olsun. Vəl əsr innəl insənə ləfi xusur. Həqiqətən insan küsran içərisindədir, ziyandadır. Lakin kimlərdən başqa? Hamı yox. İlləl-ləzīnə əmənu və amilus salihati və təvasav bil haqq və təvasav bis sabr. İman gətirib, salih əməl edib, haqqı və səbri tövsiyə edənlərdən başqa. Gözəl. Demək, dəvətdə səbir də lazımdır. Adam var, 2 kəlmə deyir, nəsə sonra çətini görən deyir, əşmənlik deyil. Elə deyil. Kimlər xüsranda deyil, iman gətirib, əməl edir, dəvət edir, səbirli olur, haqqı deyəndə səbirli olur və bir-birlərinə bunu tövsiyə edənlər. Bunlar xüsranda deyirlər. Allah Teala bizə bax, o 4 gözəl vəsfi özündə cəm edən qullardan eləsin. Allah Teala bizi onlardan eləsin. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illə entə, əstəğfiruka və atubu ileyk.